Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hər birini salamlayıram. Bizim bugünkü dərsimiz MHM kitabından sürət məsələləri olacaq. Növbəti video dərsimizi təqdim edəcəm. 103 nömrəli sualımıza baxaq. Aralarındakı məsafə 230 km olan A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya velosipedçi və motosikletçi yola düşdü. 3 saatdan sonra onlar arasında qalan məsafə 23 km oldu. Motosikletçinin sürəti velosipedçinin sürətindən 6 dəfə böyük olarsa, motosikletçinin sürətini tapın. Deməli, hörmətli müəllimlər, yazaq. Məsələdə biz velosipedçinin də sürətini bilmirik. Motosikletçinin də sürətini bilmirik. Ona görə, hörmətli müəllimlər, bunlardan birinin sürəti yazaq V motosikletçi, yazaq V velosipedçi. Motosikletçinin sürəti çox olduğuna görə velosipedçinin sürətini x götürürük. Motosikletçinin sürəti 6 dəfə çoxdur. Olacaq 6x-ə. Və 3 saatdan sonra, t bərabərdir 3 saatdan sonra bunlar arasında ara məsafəsi olub 23 km. Ümumi məntəqələr arasındakı məsafədə 233-dür. Onda düsturumuz necə idi bizdə? Yazırıq ki, S bərabərdir V1 üstə gəlinsin V2 vurulsun T üstə gəlinsin ara məsafəsi. Bizim düsturumuz idi. Buradan da S 233 bərabərdir. Sürətlər, motosikletçi və velosipedçinin sürətləri uyğun olaraq 6x və x toplayırsınız, vurursunuz 3-ə, üstə gəlinsin ara məsafəsi 23. Vəssalam. Buradan 233-dən 23 çıxırıq. Qalır 210 bərabərdir. 6x-dən x toplayırıq. Edir 7x vurulsun 3-ə. Burada da 7x-i 3-ə vuranda 21x. Burada da 210. 210 bərabərdir 21x-dirsə, x də bərabər olur 10-a. Bu x bərabərdir 10-dursa, bu velosipedçinin sürətidir. Motosikletçinin sürəti bunun 6 dəfə çox idi, olacaq 60. D bəndi bizim doğru cavabımız. Keçək hörmətli müəllimlər, növbəti sualımıza 104. Aralarındakı məsafə 480 km olan C və D məntəqələrindən eyni zamanda qarşı-qarşıya 2 avtomobil yola düşdü. Avtomobillərdən biri bu məsafəni 8 saat, o birisi isə 6 saata gedir. 3 saatdan sonra avtomobillər arasında məsafə nə qədər olar? Deməli, avtomobillərin əvvəlcə hər birinin sürətini tapaq. V1, birincinin sürəti. Deyir ki, 8 saata gedir. 480 km yolu. Onda 480-i bölərik 8-ə. Taparaq birinci avtomobilin sürətini 60. İkinci avtomobilin sürəti də 480 km yolu 6 saata gedir. 480-ə bölürsə 6 edir 80. İndi bu avtomobillər qarşı-qarşıya hərəkətdədirlər. 3 saatdan sonra deyir. 3 saat sonra deyirsə və bunun arasındakı ara məsafəsini soruşur. Düsturumuzu yazırıq. S bərabərdir V1 üstə gələk V2 vurulsun T üstə gələk ara məsafəsi x bilmirik. İndi ümumi məsafə verib bizə 480 km-dir. Avtomobillərin də sürətlərini bildik. 60 və 80-dir. Toplayırıq. Bunlar 3 saat sonra dediyinə görə vurursunuz 3-ə, üstünə gəlirsiniz ara məsafəsi x-i. Buradan 60 ilə 80 toplayanda edir 140, o da 3-ə vuranda edir 420. 420 üstə gələk x, bu da 480-ə bərabərdir. Buradan da x bərabər olur 60-a. Bu x bərabərdir 60, onlar arasındakı qalan ara məsafəsi olacaq. Doğru cavabımız A bəndi.
105. Aralarındakı məsafə 428 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. 3 saatdan sonra avtomobil arasındakı qalan məsafə 5 km oldu. Avtomobillərdən birinin sürəti digərinin sürətindən 7 km/saat çox olarsa, hər qatarın sürətini tapın. Burada məsələnin əvvəlində avtomobil deyir, axırda qatar deyir. Yəni fərqi yoxdur da burada. Nəqliyyat vasitəsində söhbət gedir. Deməli, avtomobillərin birinin sürəti digərindən 7 km/saat çoxdursa, birinin sürəti V1 bərabərdir x olsun, ikincinin sürəti də x üstəgələ 7 olsun. T bərabərdir 3 saatdır. Onlar arasında qalan ara məsafəsi də 5 kilometrdir. Ümumi şəhərlər arasındakı məsafə də 428-ədir. Deməli, S bərabər idi, bizim düsturumuz var idi. V1 üstə gəlsin, V2 vurulsun T, üstə gəlsin ara məsafəsi. Buradan S 428 bərabərdir. V1-dən V2 sürətlərimiz biri x-dir, biri x plus 7-dir. Bunları toplayırsınız, vurursunuz T-yə 3, üstə gəlinsin. Ara məsafəsi də 5-dir. Üstə gəldik 5-i və salam. Buradan nə alınır bizdə? Deməli, 428-dən 5 çıxarıq. Qalar 423 bərabərdir. Burada da x ilə x plus 7-ni toplayanda edir 2x üstə gələ 7 vurulsun 3-ə. 423-ü də 3-ə böləndə 141 edir. 141 bərabərdir 2x plus 7-yə. Burada da 141-dən 7 çıxanda edir 134 bərabərdir 2x-ə. X də bərabər 134-ü 2-yə böləndə 67. Birinin sürəti 67-dir V1-in. O birisi də bundan 7 çoxdursa olacaq 74. Cavabımız olacaq A bəndi. 67 və 74. Növbəti sualımıza baxaq. 106. K və L şəhərlərindən sürətləri fərqi 6 km/saat olan 2 velosipedçi qarşı-qarşıya hərəkət etdi və 3 saatdan sonra onlar arasında 30 km məsafə qaldı. K və L şəhərləri arasında məsafə 210 km olarsa, velosipedçilərdən sürəti çox olan 2 saata nə qədər yol gedər? Deməli, sürətləri fərqin verib. Deməli, onda birinin sürəti x götürürük. Digərinin sürəti də, sürətlər fərqi 6-dısa olacaq x plus 6-ya. T bərabərdir 3 saatdır. Ara məsafəsi də 30-dur. Ümumi K və L şəhərləri arasındakı məsafə də S bərabərdir 210-dur. Düsturumuz necə idi? S bərabərdir V1 üstə gəlinsin V2 vurulsun T üstə gəlinsin ara məsafəsi. Buradan S bərabər 210-dur yazırıq. Sürətlər biri x-dir, biri x plus 6-dır. Bunları toplayırsınız. Vurursunuz 3-ə, üstə gəlsin ara məsafəsi 30-a. 210-dan 30 çıxanda 180 bərabərdir 3 vurulsun 2x üstə gələk 6-ya. 180-ə 3-ə böləndə edir 60 bərabərdir 2x üstə gələk 6. 60-dan da 6 çıxarıq. Qala 54 bərabərdir 2x-ə. X də bərabərdir 27-yə. Deməli, bunlardan birinin sürəti V1 oldu 27. O birisinin də sürəti 27-nin üstünə 6 gəlirsə 33. Bu da oldu ikincinin sürəti. Sürəti çox olan deməli V2-dir. Yəni 33-dür. Deyək, sürəti çox olan velosipedçi 2 saata nə qədər yol gedər? Əgər bunun sürəti 33-dirsə, 2 saata 33 vuraq 2. 66 kilometr yol getmiş olar. Doğru cavabımız, hörmətli müəllimlər, C variantı. Keçək, hörmətli müəllimlər, növbəti sualımıza 107 nömrəli məsələmiz. Deyir ki, saat 9:00-da K şəhərindən sürəti saatda 40 km olan avtobus yola düşdü. Saat 11:00-da M şəhərindən ona qarşı motosikletçi yola düşdü və 3 saatdan sonra avtobusla görüşdü. K və M şəhərləri arasındakı məsafə 260 km olarsa, motosikletçinin sürətini tapın.
Deməli olsun bu K şəhəri, bu da olsun M şəhəri. Saat 9:00-da K'dan avtobus yola düşür. Sürəti 40-dır. Saat 11:00-da ona qarşı motosikletçi yola düşür, amma onun sürətini bilmirik. Buna yazırıq X-la. Və 3 saatdan sonra avtobusdan görüşdü. Bu da olsun onların görüş nöqtəsi. Bax bura. 3 saatdan sonra görüşübsə, deməli bura görüş nöqtəsi olacaq 14:00. Deməli bunlar 14:00-da görüşürlər. 14:00-da görüşürlərsə, görüşənə qədər avtobus 5 saat yolda olub. Motosikletçi isə 3 saat yolda olub. Və şəhərlər arasındakı məsafə də ümumilikdə bizə verir 260-dır. İndi müxtəlif vaxtlarda hərəkət edən nəqliyyat vasitələri olduğuna görə hər nəqliyyat vasitəsinin sürətini hərəkətdə olduğu zaman müddətinə vurmaq lazımdır və alınan nəticələr toplanılır. Deməli, avtobusun sürəti 40-dır, 5 saat yolda olub. 40-ı vurursunuz 5-ə. Üstə gəlinsin. Motosikletçi 3 saat yolda olub, sürəti bilmirik. X-dır, vurursunuz X-ə. Bərabər olur ümumi K və M şəhərləri arasındakı məsafə. Buradan alınır 200, üstə gəlinsin 3x bərabərdir 260-a. Buradan da alınır 3x bərabərdir 60. X də bərabər olacaq 20. X bərabərdir 20. Bizdə də motosikletçinin sürətini soruşurdu. Doğru cavabımız A bəndi. Hörmətli müəllimlər, bununla da bu video dərsimizin sonuna gəldik. Sonda kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.